Getdi 3000-i qoydu. Hara qoydum? Necədir üzüm? Ha? Çox değişmişəm qızlar. Dəhşət değişmişəm. Naxçıvana da salamlar. Şişi qoyuram qırağa. Mənim üzüm bilirsiniz at sifəti idi də, belə üzüm çox uzun idi. Doktor dedi ki, Arzu, mən səni 5-10 yaş cavanlaşdıracağam. Çox değişib üzümü. Uşaq oxşayıram ağaz. Vay vay vay. Bu şiş yatandan sonra bəziləri dəli olacaq. Vay 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 vay. Üz estetiği dəbə düşəcək. Vay 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 vay. Raketka ayaqlar qalacaq qırağa. Vay 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 vay. Vay 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 vay. Çox qəşəng yığıb. Gözlərimi eləmədim. Yox. Bax buradan. Kulağımın ətrafından düz kulağımın dalına qədər. Bir də boynumda qırış var idi. Onları da götürdü. Çox qəşəng olub. Mən də çox değişmişəm qızlar. Bir 5 yaş cavanlaşmışam. Quran haqqı. O mənim at sifətim var idi. Belə buralarım sümükli, çənəm uzun. Bir də çənəmin qəşəngliyinə baxın. Gör nə qəşəng yığıb çənəmi. Çok güzel ya. Çok güzel ya. Maşallah dedin az. TikTok, babamın gövrü haqqı, nəslimin, kökümün, ölənimin gövrü haqqı özümə. Ətağa özüməm. TikTok. Bundan sonra bir 15 dənə də doğa bilərəm TikTok. Ətağa doğa bilərəm. Oy oy oy. Doktor mənə dedi ki, Arzu dedi, mən deyir səni deyir üzvə baxanda səndə o qədər deyir hamiləlikdən kökəlib arıqlayıb dəri boşluğu var idi. Buraların bütöv yığılmışdı da boşluqdan. Bax, yenə başladılar qızışmağa, yığmağa. Yenə qızışdı. Nə olub səhədim bir açılıb. Hə. Nə olub xanım? Buyurun. Bəli. Salam. Sağ ol, təşəkkür edirəm. Kimdir? Ha, həkimsiz. Nə gözəl. Bu həkimlər maşallah mənim ətrafımda çoxdur. Buyurun, həkim xanım. Can. Öpürəm onların cigərindən, can. Siz soruşmaq eyibdir, siz də həkimisiz? Psixiatr, ay yox, hələ psixiki durumum yaxşıdır. Allah eləməmiş, kişidən boşansam 100% sizin ətrafınıza gələcəyəm. Hə. Siz psixiatrsınız. Bir dənə üzümün şişi yatsın. Hələ buradayam. Biletimi də uzatmışam. Az hələ buradayam. Mən burada bəzilərin stroyunu düzməyənəcəm. Hara gedirəm? Hara gedirəm? Aycan. Söz verim, gələn həftə yığ, görüşək. Problem yoxdur. Yaxşı. Ağaz getdi trubkası. Konturvuz qıtardı desə, həkim xanım. Arzu, Aycan. Az mən toya çağırmışlar. Bu gün Aziqin toyuydu, gedə bilmədim. Az bu şişlə hara gedib. Bəlkə deyirəm, gedeyim qızlar. Nə olar ki? Acı ki, taxaram toyda. Hə? Gedeyim. Yolu bıraxıblar, hələ bilmirəm. Qızlar, demək kommentlərdə oxuyuram. Qoymurlar, 2 dəqiqə qoymurlar qızlarımla dingildiyimi. Bəli. Alo, gedi. Günlər, sabahın xeyir, Aycan. Aycan. Nə yaxşı yerində sənə qəzələsən? Az ürəyim üzülü söz verdi də. Alo. Qoyun da 5 dəqiqə, nə olar qızlarına sökü, bir dənə sessiz samolota qoyum. Hə, ay günah, ətağa, təriflə. Günlər yazıb ki, gedir Arzu, günlər də gedir toya. Günlər, bir dənə üzümün gözəlliyinə bax. Az at sifət gedib. Üzün yaxşıdır, bəlkə gedir toya. Az tırkalama məni. Doğrudan deyirsə, bəlkə gedim, bunları balacalaşdırım, üzüm makyaj elə gedir. Aç ki, taxsan toyda nə olar ki? Doğrudan deyirsiniz, günlər gedib top paltarda alım gedir. Zordur. Çox az, at sifətdir özdə. Günlər, bax, Qurana andız. Mən beləyəm ki, balam, bax, qulaq as WhatsAppda. Mən beləyəm ki, qızlar, mənim neyimsə varsa, mən bilirəm ki, mənim üzüm həmişə uzun olub və həmişə at sifət olmuşam. Bunu mən həmişə qəbul eləmişəm. Heç vaxt danlamamışam. Doktor mənə dedi ki, Arzu, sənin üzündə boşluq var. Hamiləlikdən kökləyib ağırlamaqdan boşluq var.
Mən səni qulaq asın. Mən səni bu boyda kesikləyəcəm, qulaq asın bu boyda. Saçın arasından dartıcıyam. Əməliyyat belə olmalı idi. Qulaq asın. Dedim, hə, nə yaxşı girim. Dedim, doktor, bax ha, qurban olaram sənə. Doktorumsan, canımsan, cigərimsən. Çox yox ha. Az cılzi, üzüm gözüm şişməsin. Dedi, yaxşı arzu. Salıb məni əməliyyata. Kesik eləyib, görüb ki, o dör. O dör. 70 yaşındakı arvadın dəri dəhli bil. Deyir, Arzu əzəlin ölümüşdü. Bax, deyir, dərvi götürdüm, düz qulağımın bubru sayınına taxdım. Bu boyda artıq dər var idi. O qədər genişlənmiş, ölmüş əzələ var idi. Yəni, rəhmətə getmiş üz var idi. İndi dedi ki, səni bilirəm, istənəcəksən biraz çox. Amma dedi, sən deyir 10 günü özümə bax, bir həftəyə. Sən deyir, bir 10 yaş cavanlar. Az baxıram indi, köpək oğlun qızı mən. Gördün, qəşəng olmuşam, baxasın.